Sarkisyan özü və Köçəryanla bağlı hər şeyi etiraf edib. Bakıda faktları göstərən kadrlar yayımlandı. Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa rayonunun işğalı ilə bağlı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qeydləri yer alan video material tədqiq edilib. Report xəbər verir ki, Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirib. O deyib ki, bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, Robert Köçəryan özü iştirak eləyirdi. Qeyd eləyək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.